Дорогие друзья, не забудьте подписаться на наш канал. Это будет вашей реальной поддержкой. Əziz dostlar, kanalımıza abunə yazılmağı unutmayın. Bu, sizin bizə real dəstəyiniz olacaq. Qani dostlar, kanal Хлеб подал, амтхин гелеке. Gülü volmir, yarı dügmədə lilis. İm, kübədə çazurba küməkşidə. Uşaqlıqdan bir şeyə mat-məhtəl qalmışdım. Qusarlıların əksəriyyətinin adları onlara elə yaraşırdı. Həmişə düşünürdüm ki, valideynlər öz övladlarına ad qoyanda ya onların gələcək taleyini öncədən hiss edir, ya da onu özləri müəyyənləşdirirlər. Uşaqlar da böyüdükcə ya öz adlarını doğrultmağa çalışırlar, ya da taleyləri proqram kimi valideynlərinin onlara verdikləri adların mənasına tabe olur. Nənəmgilin qonşusu Saya xanım kimi. Onun qədər adı özünə yaraşan ikinci adam tanımırdım. Sanki o, dünyaya öz adının mənasını doğrultmaq üçün gəlmişdi. Hər dəfə onu görəndə öz-özümə sual verirdim. Görəsən Saya xanım dünyaya gələndə valideynləri onun saya bir insan olacağını hiss etmişdilər. Bəlkə özləri saya adamlar olduqlarına görə mənasına varmadan ağıllarına gələn ilk adı öz övladlarına qoymuşdular. Qusarda elə bir adam yox idi ki, ləqəbi olmasın. Yumor hissi güclü olan həmyerlilərimin bir-birinə verdikləri ləqəblər o qədər yerinə düşən idi ki, onlar ad, soyad kimi həmişəlik olaraq sahibinə yapışırdı. Bu ləqəblər ləzgi xalqının hazır cavab zəkasından yaranan kiçik bir möcüzə idi. Qısa, yadda qalan və güclü təsir qüvvəsi olan. Ləqəblər o qədər dəqiq verilirdi ki, sanki sahibi ilə onun arasında qırılmaz tellər var idi. Bəziləri zarafat, digərləri sevgi dolu olsa da, hamısı öz yiyəsini tapır, ondan qopmurdu. Ənənəvi ləzgi adları bir qayda olaraq 2 mərtəbəli olduğuna görə onları qısaltmaq dəbi bizdə geniş yayılmışdı. Hacı Muraddan Hac, Sefi xandan Sefi, Suna xanımdan Sun düzəldən adamların bu yaradıcılığı sərhəd bilmirdi. Hər dəfə həmyerlilərimin ləqəbləri yadıma düşəndə məni gülmək tutur. Məsələn, Abdulrıza Dul, Məhərrəm Məhəd, Uznifat Fat şəklini almışdı. Bircə Saya xanım istisna təşkil edirdi. Onun adına qısa yol yox idi. Onu kəsmək və ya dəyişmək heç kimin ağlına gəlmirdi. Evdə, məhəllədə, hətta uzaq tanışlar arasında da ona bütöv adla xitab olunurdu. Yaşlananda belə adını yanında xala və ya bibi kimi əlavələrə ehtiyac duyulmadı. Kim bilir, bəlkə də bunu ona yaraşdırmadılar. Kiçikdən böyüyə, cavandan yaşlıya kimi hamı onu Saya xanım adlandırırdı. Saya xanım üzündə daim mülayim ifadə olan, hamı ilə şirin dillə danışan, insanların dərd sərinə hamıdan çox yanan, olduqca mehriban və qayğıkeş qız idi. Onun haçansa səsini qaldırdığını, acıqla danışdığını, mübahisə etdiyini, kiminsə sözün üstünə söz qoyduğunu və yaxud kiminsə xətrinə dəydiyini görən olmamışdı. Kim onu çağırsa, dərhal "Hay can" deyə mehribanlıqla cavab verər, az qala qaça-qaça özünü çatdırardı. Yox sözünün nə olduğunu bilməzdi. Ondan kimsə nə isə xahiş edəndə "Bu saat" deyib dərhal həmin işi görməyə girişərdi. Nənəm deyərdi ki, Saya xanımın ürəyi kimi əlləri də qızıldı. Onun əli dəyən yerdə güllər açardı. Olduqca səliqəli olan bu qız gecə-gündüz qarışıq kimi həyat bacada vurnuxardı. Bəstəboy, sarışın, yaşlı göz qızı olan Saya xanım bəzək-düzək nədir bilməzdi. Arıq əynində həmişə köhnə, solğun paltarlar olardı. Onu bir kimsə təzə geyimdə görməmişdi. Yaz-yay aylarında nimdaş cid paltarda olar, payız girib havalar soyuyanda, eləcə də qışın şaxtalı günlərində əlinə nə keçsə bir-birinin üstündən əyninə keçirərdi. Kim bilir, bəlkə tay tuşları kimi özünə fikir versəydi, o da gözəl görünərdi. Nənəm Saya xanımın xətrini çox istəyərdi. Hər dəfə bir bəhanə ilə onu yanına çağırdırar, qıza dil ağız eləyər, onu dadlı nəyəsə qonaq edər, qayğısına qalardı. Amma çəkingən, utancaq və gözü tox Saya xanım nənəmin onun qabağına qoyduğu nemətlərə əlini uzatmazdı. Nənəm dəfələrlə ona təzə paltar vermək istəmiş, amma qız qəbul etməmişdi. O gedəndən sonra nənəm dərindən ah çəkib deyərdi ki, balaca Saya xanım bu böyük dünyaya qəm çəkmək üçün gəlib.
Nənəmdən eşitmişdim ki, o doğulan bir aydan anası xəstələnib rəhmətə getmiş, atası təzədən evlənmişdi. Analığının adı Faizat idi. O, dalbadal 4 qız doğmuşdu. Analığı Saya xanımı döyməzdi, çünki o özünü döydürməzdi. Çünki o üzü yola və sözə baxan idi. Qız Faizatı ana deyə çağırardı. Hələ uşaq ikən doğmalarından Faizatın onun analığı olduğunu öyrənən Saya xanım səssizcə, başqalarına hiss etdirmədən onu yetim qoyub dünyanı tərk etmiş anasının xiffətini çəkərdi. Yaş ağacın ocağı kimi xəlvəti tüstülənə-tüstülənə körün-körün yanardı. Dünyanın çarxının onun əksinə fırlandığını anlayan qızın ağlı vaxtından tez kəsməyə başlamışdı. 5 yaşına çatanda artıq o, beşikdəki bacısına dayəlik edirdi. Saya xanım böyüdükcə evin bel sütununa çevrilirdi. Səhərlər hamıdan tez oyanır, gündüzlər ailənin qayğısını çəkir, gecələr beşik yırğalayırdı. Evdə bu qaydaları kimin qoyduğunu bilən yox idi. Ancaq getdikcə Saya xanımın boynuna daha çox yük düşməyə başladı. Çörək bişirmək, mal qaranı rahlamaq, xalça toxumaq, meşədən çırpı gətirmək, paltar yumaq kimi ağır işləri Saya xanım cınqırını da çıxarmadan tək başına yerinə yetirirdi. Qızı çoxlarından fərqləndirən daha bir cəhət var idi. Heç vaxt yerli yersiz danışmaz, sual verməsələr söhbətə qarışmazdı. Utandığından özü ömründə sual verməzdi. Ondan kimsə nəsə soruşanda isə sevinə-sevinə yerli yataqlı cavab verərdi. Ürək edib nə evdə, nə də çöldə bayırda bir kimsəyə yaxınlaşmaz, çox zaman kölgə kimi dolanardı. Daim bir məşğuliyyət tapıb sakitcə öz işini görərdi. Bəzən iş onu yoranda heç kəsə hiss etdirmədən evdəkilərdən aralanıb xəlvət bir köşəyə çəkilərdi. Hər dəfə nənəmgilə gedəndə qonşu həyətdən Faizat xalanın səsi eşidilərdi. Ay qız, Saya xanım! Sanki analığının ürəyini oxuyubmuş kimi Saya xanım lazım olan anda onun yanında bitər, mehribanlıqla cavab verərdi. Haycan, inəyi tövləyə sal. Bu saat. Ocaq qala. Bu saat. Xalçaları çırp. Bu saat. Yeməyə bir şey hazırla. Bu saat. Saya xanımın analığına verdiyi tək cavab bu saat idi. Faizatın dilindən çıxan hər bir söz ondan ötürü qanun idi. Əlində nə iş olur olsun, yarımçıq buraxar, dərhal analığının tapşırığını yerinə yetirməyə girişərdi. Ona tapşırılan hər işi o qədər ürəklə görərdi ki, hamı məhtəl qalardı. Həyatın hər cür ağırlığını səssiz-səmirsiz, mütü qarşılayan bu qızın sayalığı, çalışqanlığı və mərhəməti onu ətrafdakılar üçün əsl möcüzəyə çevirmişdi. Özünü gözə görünməz kimi hiss etsə də, daxili parıltısı kənd cəmaatını cəlb edərdi. O, heç kəsdən, nə atasından, nə Faizatdan, nə də bacılarından heç vaxt, heç nə ummaz, nə də tələb etməzdi. Ona nə versələr, onunla da kifayətlənərdi. Allah bu qıza çoxlarında olmayan qəribə bir səxavət bəxş etmişdi. Payına düşən konfetləri başqa uşaqlar kimi dərhal yeməz, bir xeyli cibində gəzdirib, balaca bacılarını sevindirmək üçün onlara verərdi. Uşaqlıqdan süfrəyə hamıdan sonra oturmağa, hamıdan az yeyib, hamıdan tez ayağa qalxmağa adət etmişdi. Ailə üzvləri yeyib doyanda heç kəs heç nə deməmiş, tez süfrəni yığışdırar, qabları yuyardı. Buna evdəkilər də adət etmişdilər. Saya xanımın bu səssiz fədakarlığı artıq nəzərə çarpmırdı. Ondan başqa evdə heç kəs ev işləri ilə məşğul olmazdı. Nədənsə bacılarının heç birinin ona ürəyi yanmazdı. Ögey olduğunu bildiklərindənmi və ya nədənsə bacıları onunla xadimə kimi davranardılar. Doğmalarından xoş söz eşitməməyə öyrəşmiş Saya xanım bacılarının ona ögey münasibətindən incidiyini heç zaman hiss etdirməz, əksinə onların tapşırıqlarını yerinə yetirmək üçün özünü oda közə vurar, az qala dəridən qabuqdan çıxardı. Onun savxozda fəhlə işləyən atası adətən hər gün səhər tezdən evdən çıxar, axşam yorğun-arğın halda evə qayıdardı. Evə, ailəyə, uşaqlara fikir verməyə nə vaxtı olardı, nə də həvəsi. Tündməcaz olan, hamı kimi onunla da təsadüfi hallarda ünsiyyət quran atası ilə Saya xanım arasında sanki gözə görünməz bir divar vardı.
Qız atasından o qədər çəkinərdi ki, o evdə olanda kişinin gözünə görünməmək üçün həyət baca, çöl bayır işləri ilə başını qarışdırar, mümkün qədər onun gözlərinə görünməməyə çalışardı. Böyüdükcə Saya xanım tək atasından yox, analığından, bacılarından da çəkinməyə başladı. 9 yaşına çatanda artıq evin bütün ağır işləri onun çiyinlərinə düşdü. Ta tuşları kimi vaxtında məktəbə getmək ona nəsib olmadı. Onun məktəbə getməli olduğu əslində nə atasının, nə də analığının yadına düşdü. Özündən 3 yaş kiçik bacısı Sahibat 6 yaşında məktəbə gedəndə direktorun tələbi ilə Faizat Saya xanımı da onunla birgə məktəbə yolladı. Amma bu, onun həyatında nə isə dəyişmədi. Qız məktəbə gedəndə öz çantasını da götürər, Sahibatınkını da daşıyardı. Məktəbdən sonra evdə Faizat səylə Sahibata dərslərini hazırlamaqda kömək edərdi. Saya xanım isə öz məktəb çantasını bir kənara qoyub ev işlərinə girişərdi. Dərs oxumağa onun vaxtını gəzirdi. Həm də Sahibatla yanaşı oturub dərs oxumaqdan utanardı. Faizat da heç vaxt ona dərs oxumalı olduğunu xatırlatmazdı. Saya xanım məktəbdə də sinif yoldaşlarına yovuşmazdı. Özünün onlardan böyük olduğunu bildiyindən utana-utana hamıdan kənar dolanardı. Müəllimin keçdiyi dərsi yaxşı başa düşsə də, yazı lövhəsinin önünə çağırılanda həyəcanından bildikləri də yadından çıxardı. Müəllimləri bunu başa düşdüklərindən sözü bir yerə qoyublarmış kimi onu bəlkə başa salmazdılar. Xətti çox pis olduğundan onu yazdıqlarından baş çıxarmaq çətin idi. Ancaq bir şey vardı ki, hər gün heç kim heç nə deməmiş, könüllü şəkildə yazı taxtasını yaş əski ilə silər, yerə tökülmüş kağızları yığardı. Uşaqlar dalaşanda özünə xas təmkinlə bir böyük kimi onları aralayardı. Bu qəribə qayğıkeşliyi sayəsində məktəbdə heç kim onun xətrinə dəyməyə cəsarət etməzdi. 8-ci sinifi bitirəndən sonra Saya xanım daha məktəbə getmədi. Evdə də heç kim onu məktəbə getməyə məcbur etmədi. Necə məcbur edəydilər? Artıq evin bütün yükü onun boynuna düşmüşdü. Səhər tezdən, hələ dan yeri sökülməmiş, evdə hamı şirin yuxuda ikən Saya xanım inəkləri sağıb naxıra yola salar, qayıdıb tövləni təmizləyər, sonra evə keçib süd qızdırar, ailə üçün çay çörək hazırlayar, yer-yığışla məşğul olardı. Axşam naxırdan qayıdan heyvanları yerbəyer edər, süd sağdıqdan sonra qabaqlarına ot qoyardı. Bağa, bostana qulluq etmək də onun boynunda idi. Bu işlər, saysız hesabsız məişət qayğıları məktəblə heç cür tutmurdu. Saya xanımın bacıları Sahibat, Nazifat, Abidat və Hərifat böyüdükcə gözəlləşirdi. Faizat əlinə pul düşən kimi qızlarına təzə pal-paltar alar, gözəl geyinib keçinmələri, bəzənib düzənmələri üçün əlindən gələni edər, onların köhnələrini isə Saya xanıma ötürərdi. Arıq olduğuna görə kiçik bacılarının paltarları onun əyninə olurdu. Saya xanım heç vaxt güzgüdə özünə baxmazdı. Xoşu gəlməzdi bundan. Əksinə, qız doğulduğuna görə taleyindən narazı olan qız enli paltarların içində bədəninin cizgilərini gizlətməyə çalışardı. Zənn edirdi ki, dünyada ondan kifir qız yoxdur. Ona görə də bacılarının bəyənmədiyi paltarları sakitcə qəbul edər, bundan əsla inciməzdi. Ailəsinə olduqca bağlı olan bu qız atasını da, ögey anasını da, bacılarını da çox sevirdi. Onlar xəstələnəndə əldən ayaqdan gedər, özünü oda közə vurardı. Səhərdən axşama kimi doğmalarının qulluğunda durar, keçi piyi ilə kürəklərini ovuşdurar, xəngəl bişirib turşu ilə, sarımsaqlı qatıqla onları yedizdirərdi. Bu işləri ürəklə görər, dava dərman edib onları sağaldana kimi sakitlik nədir bilməzdi. Lakin özü xəstələnəndə heç kəsdən kömək ummazdı. Yatıb dincəlməyə onda bacağına gəzirdi. Yüksək hərarəti olanda belə bunu evdəkilərə bildirməz, xəstəliyini ayaq üstə keçirər, hamının qulluğunda durmaqda davam edərdi. Xəstəlik də sanki onun çox məşğul olduğunu başa düşər, əl çəkib gedərdi. Beləcə, illər ötür, Saya xanımın yaşının üstünə yaş gəlirdi. Tay tuşları bir-bir ərə gedir, ailə qururdu. Üzü yola, mehriban təbiətli, zəhmətkeş Saya xanımı istəməyə bu evin qapısına dəfələrlə elçilər gəlmişdi.
Lakin Faizatın hələlik onu ərə vermək fikri yox idi. Ona görə də hər dəfə elçiləri bir bəhanə ilə qapıdan qaytarırdı. Samballı yer olmasa verməyəcəyəm deyə ürəyində özünə haqq qazandırırdı. Amma bu əslində bir bəhanə idi. Sayıxanım evin bel sütunu idi. Onsuz bu qədər işi kim görəcəkdi? Faizatı narahat edən daha vacib bir məsələ vardı. Onun doğma qızları həddi buluğa çatmışdı. Onları bir-bir ərə vermək lazım idi. Sayıxanım isə hələ gözləyə bilərdi. O da heç kimdən, heç nə ummadan, bir şey gözləmədən öz adi, fərəhsiz günlərini yaşamaqda davam edirdi. Evdə ard-ardınca toylar çalındı. Sahibatın toyundan 2 ay sonra Nazifat da köçdü. 6 aydan sonra Abidat, 18 yaşı tamam olanda isə Hərifat gəlin köçdü. Həmin şad məclislərin, əridən tutmuş nişan mərasimlərinə, toylara kimi hamısının ağırlığı Sayıxanımın zərif çiyinlərinə düşdü. Sanki bu qızları Faizat deyil, o doğub böyütmüşdü. İndi də ər evinə özü yola salırdı. Toy hazırlıqları bitib tükənmirdi. Yun didmək, yorğan sırıyıb döşək düzmək lazım idi. Sayıxanımın qayğıları başından aşırdı. Elə bil o 7 qız anası idi. Qollarını çırmalayıb bu işlərə girişmişdi. Yorulmaq nə olduğunu bilmirdi. Xeyir məclislərinin bütün yeməklərini də o bişirdi. Toylar bitəndə bütün qabları yuyub evləri səliqəyə saldı. Bu işləri o sevinə-sevinə görürdü. Çünki bacılarının xoşbəxt olmasını ürəkdən arzulayırdı. Bacılarının onunla bir o qədər arası olmasa da, uşaqlıqdan daim qayğılarına qaldığına görə onlar Sayıxanıma öyrəşmişdilər, onun xətrinə dəymirdilər. Daha kənddə Sayıxanımın adını çəkən yox idi. Belə bir qızın olduğu tədricən hamının yadından çıxdı. Getdikcə ona saya adam kimi baxmağa başladılar. Elə bil heç vaxt cavan olmamışdı. Əslində isə Sayıxanım çoxlarının düşündüyü kimi saya adam deyildi. Onun ürəyindən kimin xəbəri var idi ki? Haradan, necə biləydilər ki, sevgi adlı dərin his ondan da yan keçməyib. Onun da ürəyində ilk məhəbbətin ocağı közərir. Bəs bu közərti onun ürəyinə haradan düşmüşdü? Kəndin kənarında, palıd meşəsinin içindəki geniş talada cəmaatın dirikləri var idi. Sayıxanım da həmin yerdə dirik salmışdı. O da çoxları kimi kartof, soğan, paxla əkmişdi. Bir gün paxla şitillərini sulayıb qayıdan qız meşə cığırının kənarında yerdə qərib bir kişinin hərəkətsiz uzandığını görüb təəccübləndi. Kişi onu görəndə sevincək yerində dikəldi. Bacı, nə yaxşı sizi gördüm, mənə kömək edərsinizmi? Nə kömək? Sayıxanım ona yaxınlaşdı. Ayağım burxulub, onu yerə qoya bilmirəm. Bu sözləri kişi acizanə tərzdə deyib sağ topuğuna işarə elədi. Sayıxanım çəkinə-çəkinə əlini kişinin topuğuna toxunduranda ondan ufultu qopdu. Hə, doğrudan da ayağınız burxulub. 2-3 gün sizə gəzmək olmaz, gərək uzanasınız, deyə Sayıxanım özünə məxsus mülayim səslə dilləndi. Mən arxeoloqam, bir həftədir bu tərəflərdəyəm, bugün Bakıya qayıtmalıydım, indi necə qayıdım? Bu sözləri kişi acizanə tərzdə deyib sustu. Sayıxanım onun həyəcanlı səsindən bütün narahatlığını hiss elədi. Tanımadığı bu adama ürəyi yandığından ona təskinlik vermək istədi, amma utanıb heç nə demədi. Kişi sözünə davam etdi. Bacı, 2 saatdan çoxdur burada uzanmışam. Allahın bir bəndəsi də bu tərəfdən keçməyib. Kənddə maşını olan bir adam məni buradan çıxarsaydı yaxşı olardı. Onun haqqını ödəyərdim. Belə deyib o, əlini cibinə salıb oradan kağız pullar çıxardı. Sayıxanım gülüb onun pul olan əlini yavaşca bir kənara elədi. Mən gedib qayıdanacan, qaranlıq düşəcək. Birazdan buralarda canavarlar ulaşacaq. Allah eləməsin onlara rast gələsiz. Sayıxanım bunları canıyananlıqla dedi. Bəs mən nə idim? Kişi kövrəlib, çarəsiz halda ona baxdı. Onun imdad dolu baxışları Sayıxanıma dikiləndə qıza cəsarət gəldi. Bu saat, deyib kişinin yanında dizləri üstə oturdu, çiynini irəli verib onu ayağa qaldırdı. Bunu bir anın içində elə cəld elədi ki, kişi gözünü yumub açınca artıq o qızın kürəyində idi. Bunu gözləməyən, utandığından nə edəcəyini bilməyən kişidən haray qopdu. Siz nə edirsiniz?
Saya xanım onu sakitləşdirdi. Başqa çarə yoxdur. Biz vaxtında yola düşməliyik. Mən ağıram axı. Bu sözləri kişi pıçıltı ilə dedi. O özünü itirmişdi. Bu arıq qadının qollarındakı güc onu heyrətləndirmişdi. Saya xanım sakitcə cavab verdi. Narahat olmayın. Sizdən ağır odun şələləri daşımışam. Kənddə bunsuz olmur. Həm də kənd bir o qədər uzaqda deyil. Yarım saata gedib çatarıq. Öz səsinin ahəngi Saya xanıma qəribə gəldi. Kişinin bədənindən onun bədəninə başgicəlləndirici bir hərarət yayılırdı. Həmin hərarətdən ürəyinə qəribə hisslər də olurdu. Ona elə gəlirdi ki, yerlə göyün arasındakı naməlum bir məkandadır. Vücuduna xoş bir duyğu yayılırdı. Ömründə ilk dəfə özünü bəxtəvər sanırdı. Boynuna almağı utandığı, amma xoşlandığı şirin təmasdan yanaqlarının alışıb yandığını hiss edirdi. Bütün varlığına yayılıb onu halsız edən həmin təmasa ram olmamaq üçün canının dişinə tutub soyuqqanlı olmağa çalışırdı. Amma onun üçün artıq sir deyildi ki, ürəyində bir kimsənin baş aça bilmədiyi qəribə hisslər baş qaldırıb. O, yorulanda dayanır, dincini alıb yoluna davam edirdi. Yolda tanış oldular. Kişinin adı Ruxsat idi. 35 yaşı yenicə tamam olmuşdu. Bakıda universitet bitirmişdi, subay idi, valideynləri ilə bir yerdə yaşayırdı. Saya xanım ona qulaq asır, özü haqqında bir kəlmə də danışmırdı. Nə bir ay əvvəl özünün də 35 yaşının tamam olmasından, nə tənhalığından, nə də talihsizliyindən. Ruxsat yalnız onun adının Saya xanım olduğunu, valideynləri ilə bir yerdə yaşadığını öyrəndi. Əslində, onu başqa heç nə maraqlandırmırdı. Saya xanım isə Allahdan arzu edirdi ki, bu yol heç vaxt bitməsin. Onun ömründə bundan gözəl, bundan mənalı, bundan yadda qalan günü olmamışdı. Kürəyinə aldığı, ömründə ilk dəfə gördüyü bu qəribin bədənindən vücuduna axan alov qızın bütün varlığını sarıyırdı. Amma bu alov ağrı vermirdi. Bu, ürəyi yumşaldan, hisslərə sığal çəkən bir alov idi. Ömründə heç vaxt bir kişi ilə bu qədər söhbət etməmiş, hətta onun bir addımlığında da durmamışdı. Onun bu dünyada yaxından tanıdığı yeganə kişi atası idi. Atasını o Allah qədər sevir, ona hörmət edir, ondan çəkinir, ondan qorxurdu. Atasının sevmədiyi işi heç vaxt görməzdi, belə bir şey etməyi heç ağlına da gətirməzdi. Onların arasında gözə görünməz bir pərdə var idi. Atası ilə yaxından söhbət etməyi ağlına belə gətirə bilmirdi. Saya xanım adlı bir qızının varlığını atası yalnız ona bir iş buyuranda xatırlayardı. İndi budur, ilk dəfə yad bir kişi ona bu qədər yaxındır, həm də tanımadığı bir kişi. Bu fikirlər qızın ruhunu titrədirdi. Yanaqları, dodaqları od kimi yanır, üzündə utancaqlıqdan və həyəcandan qızartılar dolaşırdı. İçində baş qaldıran qəribə hisslərin nə olduğunu anlaya bilmirdi. Nəhayət, onlar kəndə gəlib çatanda artıq hava qaralmışdı. Dalında bir kişi tutmuş Saya xanım evin qapısını açıb içəri girəndə Faiza təəccüblə onlara baxdı. Birdən ondan qışqırıq qopdu. "Sən ölməyəsən Saya xanım, bu kimdir gətirmisən?" Saya xanım cavab vermək istəyirdi ki, Ruxsat onu qabaqladı. O, utana-utana başına gələnləri qadına danışdı. Faizat qonağa dilağız eləməyə başladı. Onlar söhbət edənəcən Saya xanım qonaq otağındakı çarpayıda Ruxsata yeri hazırladı. Sonra kənd arvadlarından eşitdiyi qaydada lazımi dava dərmanları yumurtanın sarısı ilə qarışdırıb xəmir yoğurdu. Sonra onu qonağın topuğuna qoyub parça ilə bərk sarıdı. 3 gün yataqdan durmasanız yaxşı olar. Çalışın ayağınızı yerə basmayasınız. Saya xanım bu sözləri qonağa elə canı yananlıqla, elə məhrəmanə dedi ki, Faizat məətəl qaldı. Bu qızın ömrü boyu bu evə bir qonaq gətirdiyini xatırlamırdı. Onun dostları, rəfiqələri yox idi. Hamı buna adət etmişdi. Amma indi ilk dəfə Saya xanım özü ilə bir qonaq gətirmişdi, həm də kişi. Qonağın özünü itirib narahat halda ona baxdığını görəndə Faizat ona ürək-dirək verdi. "Narahat olmayın.
adamın başına iş gələr də, dünyanın axırı deyil ki, özünüzü öz evinizdəki kimi hiss edin. Xoşbəxtlikdən Saya xanımın atası bir neçə fəhlə ilə bir həftəlik kəndin obasına, o çalınına getmişdi. O evdə olsaydı, Saya xanım utandığından yerə girərdi, qonağa istədiyi kimi qulluq edə bilməzdi. Saya xanım analığından icazə alıb toyuq kəsdi, onu bişirib bulyonunu məcburən Ruxsata içirtdi. Ətindən çığırtma bişirib analığının və qonağın qabağına qoydu. Özü ac olmadığını deyib yemədi ki, sabaha da bir şey qalsın. Gecə nəhayət bütün işləri görüb qurtarandan sonra öz otağına keçmək istəyəndə birdən Saya xanımın gözləri dəhlizdə qoyulmuş güzgüyə sataşdı. Arxasındakı taxta qopduğundan Faizat onu öz otağından bura düşürmüş, yenisini alıb yerinə qoymuşdu. Neçə vaxtdan bəri burada olan güzgüyə bircə dəfə də olsun gözünün ucu ilə də baxmayan Saya xanım ilk dəfə ona yaxınlaşdı. Fikrindən nə keçdisə, güzgünü götürüb öz otağına gətirdi. Qapını içəridən kilidləyib, əynindəki paltarları bir-bir çıxardı. Sonra boynunun arxasında necə gəldi sancaqladığı uzun, sarışın saçlarını açdı. Utana-utana güzgüyə boylandı. Oradan ona sarışın, dalğalı saçları belinə çatan ağbəniz, yaşıl göz, zərif bir qız baxırdı. İlk dəfə idi özünü görürdü. Güzgüdən baxan əksi onu sarsıtdı. O, 20-25 yaşlı gənc qıza oxşayırdı. Ömründə ağlına gəlməmişdi ki, gözəl ola bilər. Üzünün zərif çizgiləri, ağappaq bədəninin əzaları ürəyini kədərlə doldurdu. Çarəsizliklə ümidsizliyin gətirdiyi həyəcanlı hisslər onu tarıma çəkdi. Ürəyini titrədən əzablı sarsıntını özündən uzaqlaşdırmaq üçün tez tələsik paltarlarını əyninə keçirdi, saçlarını yığıb otağın qapısını açdı, dəhlizə çıxıb güzgünü yerinə qoydu. Evə qayıtmaq istəmirdi. Orada havası çatmırdı, divarlar onu sıxırdı. Yorğun addımlarla bağa yollandı. Ot tayasının yanında çömbəlib otların üstündə oturdu. Başını talaya söykəyib gözlərini yumdu. Bayaq güzgüyə baxdığı zaman düşünməyə belə utandığı fikri indi öz-özünə etiraf etdi. Ruxsatın yanında olub onun varlığını hiss etməkdən böyük xoşbəxtlik ola bilməz. Yaxınlıqdakı göldən gələn qurbağaların səsi onun qəmli ürəyinə dağ çəkirdi. 3 gün ərzində Saya xanım dincəlməyin nə olduğunu unutdu. O qəribə bir həvəslə, gözə çarpan diqqətlə qonağın qulluğunda durdu. Neçə cür yemək bişirdi, tez-tez çay dəmləyib qonağa apardı, bağın növbə-növ meyvələrindən dərib qabağına qoydu. Hər dəfə qız içəri girəndə Ruxsat onu söhbətə tutur, ailə üzvləri ilə bağlı çoxlu suallar verirdi. Onun bu marağı Saya xanımın ürəyindən idi. O, həvəslə atası, analığı, bacıları haqqında qonağa danışırdı. Onun bülbül kimi ötdüyünü görəndə analığı heyrətini gizlədə bilmirdi. O, həyatı boyu ögey qızının bu qədər danışdığını eşitməmişdi. 4-cü gün qız qonağın ayağına qoyduğu xəmiri açıb ona ayağa qalxmağa kömək etdi. Birazdan qonaq axsaya-axsaya yeriməyə başlayanda sevincindən nə edəcəyini bilmədi. Günortaya kimi onun qulluğunda durdu. Nahardan sonra Ruxsatın artıq ayağını yerə rahat basa bildiyini görəndə qonşularından qonağı şəhərə aparmağı xahiş elədi. Ayrılıq anı gəlib çatanda Ruxsat Saya xanımın əlini sıxdı. Onun gözlərinin içinə baxaraq yavaş və səmimi bir səslə dilləndi. Saya xanım, sənin yaxşılıqların əvəzinə mən necə qaytarım? Sən mənə indiyədək heç kəsdən görmədiyim xətir hörməti etdin. Bunlar mənim yadımdan heç vaxt çıxmayacaq. Sən çox yaxşı qızsan. Allah köməyin olsun. Belə deyib o, qızın yanağından öpdü. Kaş bunu etməyəydi. Kaş öpməyəydi onun yanağını. Bu öpüş neyləmədi qıza? Bu öpüş Saya xanımın ruhunda bir tufan qopardı. Qızın yanağı od tutub yanırdı. Sanki Ruxsatın dodaqları onun yanağına yapışmışdı.
Onlar sanki yanağından heç vaxt ayrılmayacaqdı. Həmin öpüş sanki əbədi olaraq onun ürəyinə həkk olundu. Sonra Rüxsat cibindən bir kağız parçası çıxarıb ona uzatdı. Bura evimin ünvanını, telefonumu yazmışam. Haçansa yolun Bakıya düşsə, mütləq qonağımız olarsan. Bu sözlərdən sonra o, Faizatla sağollaşıb, axsaya-axsaya onu gözləyən maşına tərəf getdi. İndi maşın yola düşəcək, mən bir də Rüxsatı görməyəcəyəm, deyə birdən Saya xanımın fikrindən keçdi. Qıza elə gəldi ki, indicə ürəyi sinəsini yarıb çölə çıxacaq. O, son dəfə Rüxsatın üzünü yaxından görmək, onun səsini eşitmək istədi. Bu arzusu elə güclü idi ki, utancaqlığını bir yana atıb maşına yaxınlaşdı. Həyəcandan titrəyə-titrəyə dedi. İndi axsadığına baxma, ayağındakı ağrıya da fikir vermə. Bir neçə gündən sonra keçib gedəcək. Rüxsat maşının pəncərəsindən başını çıxararaq ona baxıb gülümsədi, amma heç nə demədi. Maşın yola düşdü, o torpaq yolda toz qoparıb evlərin arası ilə şəhərə tərəf istiqamət götürdü. Saya xanım sanki dayandığı yerdəcə donub qalmışdı. Birdən ona elə gəldi ki, nə kənd həmin kənddir, nə də insanlar həmin insanlar. Elə özü də əvvəlki Saya xanım deyildi. Hər şey dəyişmiş, qəribə görkəm almış, tanınmaz hala düşmüşdü. Ətrafındakı dünya ona başqa cür göründü. Daha soyuq, daha yad. Onun içində qəribə bir atəşin qığılcımları alışırdı. Saya xanım çoxdan ağlamamışdı. Təkliklə, yalqızlıqla, talihsizliklə çoxdan barışdığından gözlərinin yaşı qurumuşdu. Bu böyük dünyada ona ürəyi yanan, onu doğma, əziz sanan bir Allah bəndəsi yox idi. Hamının karına yetsə də, hamının köməyinə çatsa da onun halından, sızıldayan qəlbindən xəbər tutan yox idi. Onu xoş sözlərlə ovudan, təsəlli verən, başına sığal çəkən, öpüb oxşayan olmamışdı. Soyuq qış gecələrində, xəstələnib üşüdüyü zamanlarda gözlərini tavana zilləyib bircə arzunun xəyalını qurardı. Quş kimi qanad açıb göylərdə uçmaq, yüksəklərdən dünyaya baxmaq, hər şeyi uzaqdan seyr etmək onun yeganə arzusu idi. Başqa bir arzusu yox idi. Heç ağlına da gəlmirdi. İndi isə ilk dəfə idi bu arzunun yerini başqa bir istək tutmuşdu. Amma ürəyində onu etiraf etməyə utanırdı. Saya xanım sağ əlini alışıb yanan yanağına qoydu. Sonra analığına hiss etdirmədən bağa yollandı. Oradakı qarağat kollarının arasında üzü qoyulu yerə yıxıldı. O, səssiz-səmirsiz ağlayırdı. Gözlərindən axan elə bil ki, yaş deyildi, yağış idi. Ürəyinin qapalı qapılarını döyən dəli bir fırtına idi. İlk dəfə idi ki, Saya xanım sevginin nə olduğunu başa düşürdü. Onun dadını bütün varlığı ilə, bədəninin bütün əzaları ilə hiss edirdi. Bu dad bambaşqa idi. Bir qədər acı tam versə də elə gözəl idi ki, o bu yağışı dayandırmaq istəmirdi. Bu dad bu vaxta qədər həyatında baş vermiş hər şeyi onun yadından çıxarmışdı. Rüxsatın saqqal basmış gülər üzü, qapqarı qalın saçları, gülər gözləri qızın xəyalından çıxmırdı. Onun gözləri daha heç nə görmürdü. Görsə də heç nə yadında qalmırdı. Artıq Rüxsatdan başqa hər şey ondan ötürü ikinci, üçüncü, hətta beşinci dərəcəli idi. Rüxsatın dilindən çıxan hər kəlmə, onunla etdiyi hər söhbət yaddaşına həkk olunmuşdu. Onları az qala əzbərləmişdi. Gözəl bir şeirin misraları kimi, şirin bir mahnının sözləri kimi tez-tez fikrində təkrar edirdi. Rüxsatın danışığı, baxışı, oturuşu, duruşu, geyimi ona doğma idi. Onun ayaqqabılarını təmizləməsi, corablarını yuyub qurutması, kimsə görməsin deyə onları xəlvətcə sığallaması yadına düşdü. İndi bu olub keçənlər xəyalında canlandıqca onun göz yaşları boğurdu.
Bu neçə gündə baş verənlər kino lenti kimi elə hey gözləri qarşısında canlanırdı. Saya xanım bir saata qədər bağda, otların üstündə uzanıb doyunca ağladı. Heç kəsin onu axtarmadığını, heç kəsin ona fikir vermədiyini, heç kəsin yadına düşmədiyini o yaxşı bilirdi. Əslində indicə yola saldığı həmin qərib adamdan ötürü də özünün təsadüfi bir insan olduğunu yaxşı anlayırdı. O cür yaraşıqlı, o cür yerdə işləyən şəhərli adam hara, Saya xanım hara? Onların arasında yerlə göy qədər fərq vardı. Ruxsatın yaşı ötmüş, ərə getməyib evdə qalmış, un çuvalına dönmüş bir kəndçi qızın fikrini çəkməyəcəyi şübhəsiz idi. Əslində elə bu fikir idi Saya xanımın ürəyini ağırdan. Elə ağırdırdı ki, canını qoymağa yer tapmırdı. Ruxsat gedən gündə Saya xanım dəyişdi. Onun əvvəlki qoçaqlığı, əvvəlki diribaşlığı birdən-birə qızı tərk etdi. Daha heç bir işi əvvəlki kimi həvəslə görə bilmirdi. Artıq boynuna düşən gündəlik qayğıları can dərdi yerinə yetirir, qalan vaxt saatlarla özünə qapanırdı. Əvvəlki şuxluğunu itirən qızın boynu büküldü. Daha o, əvvəlki kimi dik gəzə bilmirdi. İstəsə də bunu bacarmırdı. O, içindən sınmışdı. Onsuz da ömrünün elə bir dadı olmayan bu qıza artıq heç nə maraqlı deyildi. Özü də hiss etmədən o, canlı kölgəyə dönmüşdü. Tez-tez əlini sinəsinə aparırdı. Ancaq kim idi buna fikir verən? Saya xanım dərdlərini dilə gətirməyə öyrəşməmişdi. Elə bir vərdişi yox idi. Həmişə od parçası kimi iş görən, varlığı ilə evə böyük dayaq olan Saya xanım sanki birdən-birə yaşlanmışdı. 35 yaşında o, 50 yaşlı qadına oxşayırdı. Analığı Faizat ondan cavan görünürdü. 4 qızı ərə vermiş, ev işib qurmuş bu qadın yemək içməyindən, bəzək düzəyindən qalan deyildi. Saya xanım isə əvvəlki kimi atası ilə analığının yanında öz fərəhsiz günlərini yaşayırdı. Onun həyatında heç nə dəyişməmişdi. Həmin ev, həmin qayğılar, həmin işlər. Dəyişən yalnız onun ürəyi idi. Sevgiyə təşna olan ürəyi. Günlər, həftələr, aylar ötüb gedirdi. Hər gün ev işlərini görüb qurtarandan sonra Faizat adəti üzrə alt mərtəbədəki öz otağına çəkilirdi. Uzun illərdən bəri bura onun doğma yuvasına dönmüşdü. Məktəblə vidalaşdığı gün o, könüllü şəkildə bu otağa köçmüşdü. Faizat ögey qızının bu qərarında məmnun qalmışdı. Saya xanım da nəhayət çarpayıda rahat yata biləcəyinə sevinmişdi. Evlərinin ikinci mərtəbəsindəki 3 otaqdan biri qonaq otağı idi. Orada heç kim yata bilməzdi. Kiçik otaqda ər-arvad, böyük otaqda isə qızlar qalırdı. 4 çarpayı qoyulmuş bu otaqda Saya xanım uzun illər yerdə yatmışdı. Başqa çarə yox idi, çünki 5-ci çarpayıya orada yer yox idi. O, gecələr bacıları öz çarpayılarına uzanandan sonra taxçadan yorğan döşəyini götürüb özünə xalçanın üstündə yer salardı. Gecələr çölə çıxmalı olan onun üstündən adlamalı olurdu. Onun alt evə köçməsi ilə qızların yeri bir qədər genişləndi. Avadanlığı dəmir çarpayıdan, taxta şkafdan, yerə salınmış köhnə palazdan və divara vurulmuş qədim xalçadan ibarət olan bu kiçik otaqda o, özünü olduqca rahat hiss edirdi. Ona görə də bacıları ərə gedəndən sonra da onların otağına köçmədi. Qızlar ata evinə qonaq gələndə orada qalırdılar. İllər boyu öz otağında palazın üstündə oturub, əlləri ilə dizlərini qucaqlamaq, ya da başını çarpayısına söykəyib, gözlərini yumaraq şirin xəyallara dalmaq Saya xanımda adət halını almışdı. Ruxsat gedəndən bəri isə ona elə gəlirdi ki, bunlar onun həyatının ən gözəl anlarıdır. Onun xəyallarının şah muradı olan Ruxsat indi hər gün ona qonaq gəlirdi. Saya xanım saatlarla beləcə, tükünü də tərpətmədən onunla üzbəüz otururdu. Gözlərini qırpmadan Ruxsatın gözlərinə baxır, onun səsinə qulaq asırdı. Saya xanım qədirsiz insan deyildi. Qismətindən də razı idi. Qismətindən də razı idi. Onu Ruxsatla rastlaşdırdığına görə taleyindən razı idi. 3 gün qulluğunda dayandığına, söhbətlərinə qulaq asdığına, gözəl sifətinə tamaşa etdiyinə, çörək yeməyinə, çay içməyinə,
başını yastığa qoyub pəncərədən bayıra baxmağına, tamaşa etməyə ona fürsət verdiyinə görə Allahdan razı idi. Bunlar da olmasaydı onun ömrünün dadı olardımı? Məhəbbət nədirsə, onun əzabları necədirsə, o haradan biləcəkdi? Günlər ötdükcə onun xəyallarının sərhədləri də genişlənirdi. Artıq ruxsatla onun toyu olmuşdu. Saya xanım ağ gəlin donunda, ağ duvaqda ruxsata gəlin köçmüşdü. Artıq ruxsat onun əri idi. Onların öz evi var idi. Bu evdə uşaqlar böyüyür. Saya xanım onların nazını çəkməkdən yorulmurdu. Əri tez-tez onun saçlarını sığallayırdı. Belə anlarda Saya xanım necə də xoşbəxt idi. Ömrünün mənası dəyişmişdi. İndi o hər gün tək bir şey arzulayırdı. Tez işlərini görüb qurtarıb otağına çəkilsin. İşə tələsən adam kimi öz xəyalları ilə görüşə can atırdı. Günlərin bir günü atası vəfat etdi. Bu itki Saya xanımın ürəyini bərk ağrıtdı. O xeyli vaxt özünə gələ bilmədi. Ətrafındakı doğma insanlara öyrəşmək, onları sevmək onun adəti idi. Onlara vəfalı olmaq, sidq ürəklə qulluqlarında durmaq onun içindən gəlirdi. Atasına da bu cür gözə görünməz tellərlə bağlı idi. Artıq böyük evdə Faizatla Saya xanım ikisi qalmışdı. 2 il sonra analığı da yatağa düşdü. Saya xanım uşaq kimi onun qulluğunda durdu. O xəstələnən gündən qız yatmaq üçün öz otağına getmirdi. Gecələr yerini onun çarpayısının yanında yerdə salırdı ki, Faizat çağıranda eşitsin. Qorxurdu ki, birdən analığı nəsə istəyər, onun xəbəri olmaz. Son vaxtlar gözlərinin işığı azalmışdı. Artıq əvvəlki kimi əlinə iynə ala bilmirdi. Ev işlərini görəndə tez yorulurdu. Amma buna baxmayaraq, həmişəki kimi yenə evi idarə edir, inəyə baxır, bağa qulluq edirdi. Bir dəfə 3 gün dalbadal Faizat boğazından bir tikə çörək də keçmədi. Bundan qorxuya düşən Saya xanıma elə gəldi ki, evin divarları onun üstünə gəlir. Analığı bu dünyada onun olan qalan yeganə əzizi idi. Bacıları onu heç vaxt sevməmişdilər. Onu yalnız biri iş buyurmaq lazım gələndə yada salardılar. Ata evinə gələndə də qızlar Saya xanıma əhəmiyyət verməzdilər. Faizat kimi onlar da Saya xanımla qulluqçu kimi davranardılar. Buna görə isə Faizat heç vaxt qızlarını tənbih etməz, onlara heç nə deməzdi. Onlar yumalı xalça palazını, açmalı yorğan döşəyini gətirib Saya xanımın üstünə atardılar. O da səsini çıxarmadan onları yuyar, qadaya salıb bacılarına qaytarardı. Qızlar razılıqlarını bildirəndə sevindiyindən qanad açıb uçmaq istəyər. Doğmalarının hansısa işinə yaradığına görə özünü xoşbəxt hiss edərdi. Onun həyatı bu cür kiçik sevinclərdən ibarət idi. Bacıları bir şeydən arxayın idilər ki, Saya xanım uşaq kimi analarının qulluğunda durur. Bunu bildiklərindən onlar getdikcə ata evinə nadir hallarda gəlirdilər. Sanki bacıların hamısının övladlıq borcunu yerinə yetirməyi Saya xanım öz boynuna götürmüşdü. Bir həftə, 1 il qədər uzun çəkdi. Bu bir həftə ərzində Saya xanım gecə-gündüz Allaha yalvardı ki, analığı tez sağalıb ayağa dursun. Allah da sanki onun dualarını eşitdi. Faizat özünə gəldi. O, gözlərini açanda başının üstündə dayanıb həyəcan dolu baxışlarını ona dikmiş ögey qızını gördü. Onun arıqlayıb tanınmaz hala düşmüş üzü, çuxura düşmüş gözləri qadını kövrəltdi. Birdən gözləri yaşardı. Taqətdən düşmüş əllərini var gücü ilə qaldırıb qıza uzatdı. Saya xanım analığının nə demək istədiyini başa düşmədi. Bunu görəndə qadın titrək səslə dilləndi. Saya xanım, yaxın gəl. Saya xanım itaətlə onun dediyini elədi. Qadın birdən onun əllərindən yapışıb özünə tərəf çəkdi və yanağından öpdü. Bir vaxt ruxsatın öpdüyü yanağından. Bu, o qədər gözlənilməz baş verdi ki, Saya xanım özünü itirdi. O, yerindəcə donub qalmışdı. Hələ də nə baş verdiyini dərk edə bilmirdi. Ögey anasının belə etməsi ona təəccüblü göründü. Ömrü boyu bircə dəfə də olsun bu qadından nə xoş söz eşitmiş, nə də nəvaziş görmüşdü.
Həmişə amiranə, tələbkar tərzdə onu buyurmuş, o da itaətlə əməl etmişdi. Öpüb oxşamaq bir yana, bir dəfə də olsun onun başına sığal çəkməmişdi. Daim öz övladlarını əzizləyib oxşayan, onların hər kiçik nazı ilə oynayan Faizat nə uşaqlıqda, nə də böyüyəndən sonra Saya xanıma bircə dəfə də olsun can deməmişdi. Onunla üzbəüz oturub söhbət etməmişdi. Bircə dəfə də olsun halını, əhvalını xəbər almamışdı. Bəs indi xeyir ola, indi nə baş vermişdi? Saya xanım çaşqınlıq içində qalmışdı. Nə edəcəyini bilmirdi. Çarpayısında çarəsiz halda uzanmış analığına, qocalıb əldən düşmüş bu qadına qəmli gözləri ilə baxır, heç nə başa düşmürdü. Analığının nə məqsədlə ona nəvaziş göstərdiyini anlaya bilmirdi. Ömür boyu məni görməzliyə vurdun, indi isə könlümü almaq istəyirsən, deyə fikirləşdi. Bu acı həqiqətdən içində nə isə qırıldı. İndi bu mehribanlığın nə xeyri var, deyə ürəyində acı-acı güldü. Faizat yalvarış dolu gözləri ilə ögöy qızına baxırdı. Kim bilir, bəlkə də ömründə ilk dəfə idi ki, o Saya xanım haqqında düşünürdü. Bu vaxta qədər buna macalı olmamışdı. Başqa bir ananın doğub onun ümidinə buraxdığı bu qızın qayğısını çəkməyə onun nə vaxtı, nə də hövsələsi çatmışdı. Özünün doğma qızları kimi onu da yerbəyer etməli, köçürməli olduğu ağlına da gəlməmişdi. Körpə vaxtından yetim qalan, onun əlinin altında böyüyən, bircə dəfə də olsun bir sözünü iki eləməyən, evdən bayıra çıxmayan, ata evində qocalan bu fağır qızın ərə getməli olduğunu, özünə yuva qurmalı olduğunu indi başa düşürdü. Bəs niyə bu barədə indi fikirləşirdi? Niyə bu vaxta kimi onun ürəyinin tellərindən biri də olsa tərpənməmişdi? Daş olsaydı əriyərdi. Bəs o niyə əriməmişdi? Onun ürəyində bu talihsiz qıza azca da olsa mərhəmət hissi niyə oyanmamışdı? Niyə Faizatın qəlbi dəmir kimi bərk idi? Qadının gözləri önündə ögöy qızının fərəhsiz həyatının ayrı-ayrı səhifələri canlandı. Həmişə başını aşağı salıb işləyən, heç kəsdən heç nə tələb etməyən, dilindən bircə dəfə də olsun şikayət çıxmayan, öz gününə qail olan, böyük ailənin içində yad kimi dolanan bu yetim qızın bəxtinin gətirməməsinin, onun xoşbəxt olmamasının səbəbkarı Faizat idi, onun daş qəlbli olması idi. İnsan yanındakı pişiyə, itə də can deyər, qayğısına qalar. Bəs süpürgə kimi harda qoysa orada qalan bu fağırın günahı nə idi ki, ona belə bir talih nəsib oldu? Faizat Saya xanımın arıq üzünə diqqətlə baxırdı. Sanki onu ilk dəfə görür, ilk dəfə onun ürəyindən xəbər tuturdu. Yadına ilki sahibat qucağında olan vaxtlar düşdü. Onda Saya xanım 2 yaşında idi. O tez-tez qucağı uşaqlı Faizatın ətəyindən yapışırdı. Bir dəfə az qaldı Saya xanım onun ayaqlarının altında qalsın. Bir tərəfdən ağlayan uşağı kiridə bilməməsindən, digər tərəfdən ögöy qızının əl-ayağa dolaşmasından canı boğazına yığılan qadın acıqla onu itilədi. İtil görüm gözümdən. Yerə yıxılan qızcığazın başı taqqıltı ilə yerə dəydi. Bir anlıq nəfəsi kəsilmiş kimi oldu. Faizat qorxudan özünü itirdi. Qızı qucağına alıb silkələyərkən Saya xanım handan-hana ağlamağa başladı. Həmin gündən bir daha Saya xanım onun ətəyindən yapışmadı. Bu hadisə indicə baş vermiş kimi Faizatın gözləri qarşısında canlandı. Ürəyi ağrıdı. Elə ağrıdı ki, güc bəla ilə qalxıb yatağının içində oturdu. Birdən Saya xanımın əllərindən yapışıb qışqırdı. Saya xanım, məni sənin əzabın öldürdü ki. Saya xanım parıltısı çoxdan itmiş gözləri ilə analığına baxır, deməyə söz tapmırdı. O heç nə başa düşə bilmirdi. Ögöy anasının bu qəribə halı onu nədənsə acıqlandırırdı. Bu cür sözlər eşitməyə öyrəşməmişdi. Ona görə də özünü tikan üstündə oturmuş kimi hiss edirdi.
Onun istədiyi tək bir şey var idi. Anası tez sağalıb ayağa dursun, çünki ev işləri tökülüb qalmışdı. Onların öhdəsindən gələ bilmirdi. Faizat xəstələnəndən evin, çölün, bayrın işləri bir-birinə qarışmışdı. Faizat sanki onun ürəyindən keçənləri anladı. O bir qədər tutuldu. İndi ona Saya xanımın onunla mehriban davranmasından başqa heç nə lazım değildi. Onun biricə xoş sözünə həsrət idi. Övladlarının 4-ü də uzaqdaydı. Qızlarından heç biri onun istədiyi kimi anasının qayğısına qalan, dərdindən xəbər tutan, hey deyəndə hay deyən deyildi. Soyuq idi övladları. Hərə öz evinin qayğıları ilə, öz ailəsinin, uşaqlarının dərdləri ilə məşğul idi. Son zamanlar bu barədə tez-tez incik halda düşünən qadın təkliyin, yalqızlığın nə cür ağır dərd olduğunu anlayırdı. Görəsən niyə belə oldu? Niyə uşaqların belə qədirsiz oldular, deyə düşünürdü. Nə cür günaha yol verdiyini indi bütün dərinliyi ilə anlayırdı. İllər boyu qaravaş kimi onun qulluğunda durmuş, hər tələbini sözsüz yerinə yetirmiş, həyatını ailəsinə qurban vermiş bu qıza niyə onun ürəyində məhəbbət bir yana, mərhəmət hissi oyanmamışdı? Bəlkə Allah elə buna görə onu cəzalandırır. Saya xanım, nə olar, düzünü de, mənə qarğış eləməmsən. Bəlkə ona görə mənim 4 qızım da mənə qarşı bu qədər soyuqdur. Saya xanım kimisə sevməməyin, kiməsə nifrət etməyin nə demək olduğunu bilmirdi. Qarğış etməyin nə demək olduğunu isə təsəvvürünə belə gətirə bilmirdi. Ona görə də qadına qəribə nəzərlərlə baxdı. Bu baxışlarda təəccüb və heyrət var idi. Sanki demək istəyirdi. Sən nə deyirsən axı? Belə şeylər ağılına necə gəlir? Lakin bunu deyən onun kədər dolu gözləri idi. Dili deyildi. Cavab verməyib sakitcə çölə çıxdı. Birazdan heç nə olmamış kimi çay gətirib ögey anasının qabağına qoydu. Təmkinlə, iç, rahat olarsan, dedi. Faizat təəccübündən bərəlmiş gözlərlə ona baxırdı. O, ögey qızının baxışlarında rəhim, mərhəmət axtarırdı. Lakin ilk dəfə idi ki, Saya xanımın baxışlarından onun üzünə soyuq hava ələnirdi. Bunu görən qadının canını üşütmə tutdu. Mənim qayğıma qalmaqdan yorulmadınmı? Mənə qulluq eləməkdən bezmədinmi? Niyə özünü məndən ötürü fəda edirsən? Niyə özünü zərrə qədər olsa da sevmədin? Sən nə cür insansan axı? Niyə özün öz qədrini bilmədin? Qadın bunlar hönkürə-hönkürə bir nəfəsə dedi. Saya xanım onun sözlərinə tükünü də tərpətmədən qulaq asdı, onlara əhəmiyyət vermədi. Heç elə bil bu sözlər ona deyilməmişdi. O, Faizatı ovutmadı, onu sakitləşdirməyə çalışmadı. Ögey anasının bu qəribə halı onun ürəyini sıxdı. Havası çatışmadığını hiss edib heç nə demədən otaqdan çıxdı. Pilləkənlərin altındakı yuvasına yollandı. Bu saat onun başqa şeylər haqqında fikirləşməyə vaxtı nə gəzirdi? Şirin xəyallarla baş-başa qalmalı olduğu vaxt idi. Bu balaca, kasıb otaqda doğma ailəsi, sevimli əri, mehriban xasiyyətli Ruxsat, 2 qızı və 2 oğlu onun yolunu gözləyirdi. Onlar üçün xörək bişirməli, sonra son beşiyi Taibə nağıl danışmalı idi. Oğlu hər gecə israrla ondan təzə nağıl istəyirdi, yoxsa yatmırdı. Saya xanım analığı xəstələnəndən bəri otağındakı bircə dəfə də olsun qalanmamış soyuq sobanın yanında, köhnə xalçanın üstündə uzandı, başını döşəkçənin üstünə qoyub gözlərini yumdu. Elə o anda öz sehirli dünyasına düşdü. Birazdan onun üzündə xoşbəxtlik işıqları sayrışırdı. Bəzən onun dodaqlarına gülüş qonurdu. O, uşaqları ilə danışırdı. Ruxsat onun saçlarını sığallayanda qız bəxtəvərcəsinə gözlərini yumdu. Ruxsatın bədənindən onun əzalarına baş gicəlləndirici hərarət yayılırdı. Eynilə onunla rastlaşdığı gün onu dalına şələlədiyi zaman olduğu kimi. Sağ yanağı Ruxsatın öpüşündən alışıb yanırdı. Ayrıldıqları gün maşına minməzdən əvvəl
Ruxsat onun yanağını öpdüyü vaxt olduğu kimi. Birdən bu sehrli anları qan dondurucu bir haray səsi yarıda kəsdi. Evdən qulaq batırıcı qışqırıq eşidiləndə Saya xanım diksinib yerindən qalxdı və özünü analığına çatdırdı. Faizat çarpayısından yerə yıxılmışdı. Onun gözləri açıq idi. Saya xanıma elə gəldi ki, ayaqları altından yer qaçdı. Faizat can verəndə onun yanında olmadığına görə özünü danlayırdı. Bütün təqsirləri özündə görürdü. Analığının artıq sağ olmadığına heç cür inana bilmirdi. İt öz sahibinə necə öyrəşirsə, o da o cür öyrəşmişdi bu qadına. Allah yenə ona yumruq silkələmişdi. Daha bundan o yana yox idi. İndi o, bu böyük dünyada təm-tək qalmışdı. Bu vaxta kimi heç kəsdən bir kömək istəməyən, əksinə həmişə hamının karına yetən Saya xanıma doğmalarının nəfəsi kifayət edirdi. İndi bu nəfəs də qalmamışdı. Allah bunu da ona çox görmüşdü. İndi böyük evdə, həyətdə, bağda o tamam yalqız idi. Zaman hər şeyi yerinə qoyduğu kimi, vaxt ötdükcə o da təkliyə öyrəşdi. Bu da onun üçün çətin olmadı. Onsuz da doğmalarının arasında yalqız idi. Bir dəfə qəmli xəyalları dalan qızın gözləri önündə yenə Ruxsatın surəti canlandı. Bir daha məhəbbət onun xəyallarına qonaq gəldi. Birdən yadına Ruxsatın haçansa öz əlləri ilə ona verdiyi kağız parçası düşdü. Həmin kağız parçasında oğlan Bakıdakı evinin ünvanını, eləcə də telefon nömrəsini yazmışdı. Saya xanım ömründə ilk dəfə Bakıya yola düşdü. Avtobusa minib bir neçə saatdan sonra şəhərə çatdı. Taksi tutub həmin ünvana yollandı. Kağızda yazılmış evi axtarıb tapdı. Ürəyi çırpına-çırpına, əlləri əsə-əsə qapını döyəndə onun qarşısına 17-18 yaşlarında su sonasına oxşayan gözəl bir qız çıxdı. "Bura Ruxsatın evidir?" deyə xəbər aldı. "Bəli, onun evidir. Mən onun qızıyam," deyə qız cavab verdi. "Siz kimsiniz?" Bu an içəridən səs eşidildi. "Kimdir orada?" Saya xanım titrədi. Bu Ruxsatın səsi idi. "Nə istəyirlər?" Tanış səsdən Saya xanımın bədəni uçundu. Bu, uzun illərdən bəri xatirələrində yaşatdığı Ruxsatın səsi idi. Qapıya yaxınlaşan dolu bədənli, yaşlanmış adamın Ruxsat olduğuna onda heç bir şübhə qalmadı. Onun qarşısında duran, illərin dəyişdirdiyi başqa bir Ruxsat idi. O, maraqla Saya xanıma baxanda qızın başı gicəlləndi. O, yerə yıxılmamaq üçün güc bəla ilə divara söykəndi. "Xala, sənə kim lazımdır?" deyə Ruxsat soruşdu. Elə bu vaxt içəridən döşü önlüklü totuq bir qadın çıxdı. Deyəsən Ruxsatın arvadı idi. Saya xanım qəmli gözləri ilə onlara baxır, deməyə söz tapmırdı. Nəhayət, ağzını açıb nə isə demək istədi. Ancaq birdən özü özündən utandı. Dili söz tutanda boğuq səslə, güclə eşidiləcək tərzdə dedi. "Siz Allah bağışlayın, mən oğlumun evini axtarıram, ünvanı səhv salmışam. O qonşu binada yaşayır." Bu sözləri deyib açıq qapıdan içəri boylandı. Dəhlizə açılan böyük otağın ortasında qoyulmuş stolun üstündə yemək süfrəsi açılmışdı. İçəridən gələn təzə bişmiş şirniyyatın qoxusu Saya xanımın ürəyini sıxdı. Əslində onu sızıldadan bu qoxu deyildi. Bu evdən xoşbəxtlik ətri gəlirdi. Son dəfə var qüvvəsini toplayıb Ruxsatın üzünə baxdı. "Sağ olun," deyib pilləkənlərə sarı getdi. Elə həmin gün kəndə qayıtdı. Addımlarını güclə atırdı. Sanki bir günün içində 10 il qocalmışdı. Yolda onu görən qonşulardan ah qopdu. Artıq Saya xanımı bu dünyaya bağlayacaq heç bir bağ qalmamışdı. Neçə illər ona yaşamaq üçün güc verən ümid yeri dağılmış, viranə olmuşdu. Artıq ondan heç nə qalmamışdı.
Nə əri, nə uşaqları, nə də sevgisi. Daha Saya xanım xəyala dala bilmirdi. Nə yeyə bilirdi, nə içə. Həyətdəki yeganə inəyi əri vaxtsız ölən, 3 uşaqlı tək qalan cavan bir gəlinə bağışlamışdı. O da həftədə bir dəfə ona süd gətirirdi. Həmin südə çörək doğrayıb, dişsiz ağzı ilə iştahsız yeyirdi. Bir gün Saya xanım yataqdan durmadı. Sakitcə, heç kəsi incitmədən yaşamış bu qızın ruhu heç kəsə xəbər vermədən quş kimi uçub evdən aralandı. Onu bastırmağa 5-6 qonşu gəldi. Saya xanımın məzarı üstündə heç kəs ağlamadı. O vaxtdan uzun illər keçib. Saya xanımın qəbrini kənddə hamı tanıyır. Bu, yeganə qəbirdir ki, nə baş daşı var, nə də yazı. Lakin onun Saya xanımın qəbri olduğunu hamı bilir. Hər il yaz gələndən payız bitənə kimi bu qəbrin üstündə bir-birindən gözəl çiçəklər açır. Ondan başqa heç kimin qəbrinin üstündə bu cür çiçəklər olmur. Hamı deyir ki, bunlar Saya xanımın nakam arzularıdır.